Bugün insanların sümüyü yağ kimi əriyib gedir. Sümüklər elə əriyir ki, bugün insanlarda adicə bir balaca 3 kilo bir şeyi qaldırmaqla insanlarda bel yırtığı yaranır. Biz bel yırtığını, elə deyim, əməliyyatla özümüzü allatmış oluruq. Bunun 1-2 il sroku var da bunun. 1-2 ildən sonra o yırtıq yenidən yaranacaq. 9 milliyə qədər bel yırtığınız varsa, fəqərələrinizdə əyrilik varsa, qabarlaşma varsa, qırdaqlarda yeyilmə varsa, zədələnmə varsa, fəqərə sürüşmələriniz varsa, yaxıcılara gedirlər, sınıqçılara gedirlər, yaxı qoydururlar, özlərinə görə yumurta yaxırlar, boş-boş özünüzü alladırsınız. Belə şeylərlə psixoloji özünüzə təsir edirsiniz. Bu neyniyəcək? Sümük orada sürüşübsə. Baxın, belə hallarınız varsa, plus osteoporozya problemi, yəni istər 1-ci dərəcə olsun, istər 4-cü dərəcə olsun, yəni dizdə olan yeyilmə, diz yeyilməsi, hansı ki bunun $7.000 əməliyyatın qiyməti. Boyun fəqərəsində yırtıq varsa, bu problemlər üçün mən sizə məsləhət görürəm ki, iyonlaşmış biokalsiumlardan istifadə edəsiniz. Siz inanın ki, mən ən ağır işlə məşğul olan xəstələrimə belə bu məhsulları vermişəm, çox mükəmməl nəticə verir. Yəni, dünyada kalsium karolu adlanan yeganə şirkət TNS-dir ki, onun istehsalıda bu iyonlaşmış kalsium. Heç bir aptekdə olmur. Aptek kalsiumları molekulyardır. O sən 20% təsir edəcək sümüyünə. Amma 98% sənin sümüyünü bərpa edəcək. Sümüyünün əriyib getməsi bugün orada kalsiumun çatışmamazlığıdır. Kalsiumu vitamin olaraq demirəm burada sizə. Sizin bütün kalsiumunuz, belə deyim, sümüyünüz ondan ibarətdir. Və onun defisitliyindən yaranır bu hallar. Siz iyonlaşmış biokalsini cəmi bir qutu belə istifadə etsəz, o bir qutuda özünüzdə nəticə görəcəksiniz. Amma təbii ki, 9 milli bel yırtığında kursumuz davamlı olmalıdır. Və Azərbaycanın istənilən bölgəsinə çatdırılma da var. MRT nəticələrinizi ata bilərsiniz. Baxıb, pulsuz məsləhət verə bilərik sizə. Belinizdə nə problem var, sümüyünüzdə nə problem var, bunu deyə bilərik. Həmçinin həkim qəbuluna da gələ bilərsiniz bura. Başımızla cavab deyik, sizi sağaltmaqda mümkündür Tibet fəlsəfəsi ilə. Azərbaycanın istənilən bölgəsinə çatdırılma var, nömrəmiz profildə var. Zəng vurun, ətraflı məlumat əldə edin. Yuxusuzluqdan əziyyət çəkən insanlar, gecələr yata bilməyən insanlar, gecə səhərə qədər televizorun qabağında yuxulayan insanlar, diqqətlə qulaq asın. Heç bezirsinizmi? Çox adam yuxu dərmanlarından istifadə edir. Beyninizi narkozlaşdırırsınız, beyin hüceyrələrinizi öldürürsünüz, neyronlarınızı öldürürsünüz, özünüzə zərər verirsiniz. Adam nə qədər yuxu dərmanını içib yatar? Çoxları dünəndə keçdiyi şok, stresdən bu hala düşür, çoxları isə get-gedə yaş ərəfəsində gecə yatmır, eləcə səhərə qədər